Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Elhamdülillahi hamden kethiren tayyiben mübareken fi kema yuhibbu Rabbuna ve yerda. Allahümme salli ala Muhammedin ve ala ali Muhammedin kema salleyte ala İbrahim ve ala ali İbrahim inneke hamidun mecid. Ve barik ala Muhammedin ve ala ali Muhammedin kema barakte ala İbrahim fil alemin inneke hamidun mecid. Değerli, hürmetli Müslüman kardeşlerim, Allah subhanahu ve taala olduğumuz her yerde bizlere bereket versin. Əvvəlki oxuduğumuz ayə Allah subhanahu wa ta'ala buyurdu ki: "İnnallah ya'muru bil-'adli vel-ihsani ve ita'i qurba ve yenha 'anil fahşai vel-munkari vel-bagyi ya'izukum la'allakum tezekkerun." Bu ayədə biz Allah subhanahu wa ta'alanın müəyyən bir əmrlərindən, müəyyən bir qadağalarından bəhs etdik. İlk olaraq Allah Taala bizlərə ədalətli olmağı buyurdu və biz də ədalət mövzusunda ədalətin ehtiva etdiyi məsələlərdən bəhs etdik. Ondan sonra Allah Teala ikinci yaxşılığa yönəldirəkdən, ikinci əmr olaraqdan bizlərə ehsanı buyurdu. Və ehsan da öz yerində ondan lazımınca yetər qədər danışmışdıq. Sonra Allah Subhanahu wa Taala bizlərə qohum haqlarını, qohumlara haqqını verməyi əmr etdi və bundan da bəhs etdik. Və sonuncu mövzumuz buydu ki, Allah Teala hər bir sonuncudan əvvəlki dərs Allah Teala bütün pis, iğrənc işlər görmək, yəni fahişəliyi Allah subhanahu wa ta'ala qadağan edir. Və bundan sonra həmçinin Allah subhanahu wa ta'alanın bizlərə çəkinməyimizi əmr etdiyi əməllərdən birisi pis əməllər törətməyi. Sonuncu mövzumuz buydu. Özünə daxil olan, yəni pis əməllər deyildikdə, münkar əməllər deyildikdə, xoşlanmayan əməllər deyildikdə mövzumuzda yetəri qədər danışmışdıq təfsilatlı şəkildə. Bugün isə ayəmizi inşallah sonlandıracağıq. Axırda dedik ki, Allah Teala vel-bəği. Bəği, bu da mövzumuzun, dərsimizin mövzumuzu elə budur ki, el-vaqfətus-sadisə ma qavlillahi Teala. Bu da Allah Subhanahu wa Taala ayəsində, Nəhl surəsinin 90-cı ayəsində bizim 6-cı mövzumuzdur ki, el-bəği nə mənaya gəlir? Bəği azğınlıq etmək isə Allah Teala bəği azğınlıq deyir. Mənası azğınlıq etmək. Allah Subhanahu Taala bu ayədə bizlərə azğınlıq etməyi, həddi aşmayı, fitnə fəsadat törətməyi, ağla batmayan, yəni insanlığa yaraşmayan fitrətə, salamat fitrətə və sağlam əqidəyə müxalif olacaq hər bir əməldən Allah Subhanahu wa Taala bizləri bir mənalı olaraqdan bütünlüklə istər müsəlmanlara qarşı, istər qeyri-müsəlmanlara qarşı Allah Taala bizləri daima yaxşılıq etməyi və azğınlıqdan bizləri uzaqlaşdırır. Bunu unutmayaq. Ayəyə baxsaq ki, bir ayə idi, gör nə qədər faydalarını, gör nə qədər xəzinələr çıxır. Ayəni axtardıqca, belə araşdırdıqca daha gözəl dolğun mənalara çıxmaq olur. Bu ayəni biz çoxu dəfə xütbələrdə eşitdiyimiz ayədir, əgər xatırlayırsınızsa. Allah Subhanahu wa Taala bizlərə azğınlıq etməyi isə qadağan edir. İlk ayədə, ayənin ilkində başlığında biz bildik ki, Allah Taala ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara haqqı verməyi əmr edir. Bu Allah Taala'nın əmrləridir ki, edək. Şəriət daima bizlərə ya əmr edir ki, edəsən, ya da ki, əmr edir ki, çəkinəsən. Aydındır. Əmrlər məğlumdur. Allah'a ibadət etmək, ədalətli olmaq, yaxşılıq etmək, qohum əqrəbə və s. Bəzi əməllər var ki, Allah Teala bizləri onlardan bütünlüklə çəkindirir. Çünki biz müsəlmanız. Çünki biz salamat etiqada, salamat fitrətə sahib insanlarıq. Və buna görə sağlam ağıl və salamat fitrəti olan bir kimsə daima azğınlıq etməyi özünə ar bilər, özünə layiq bilməz. Aydındır. İstər bu öz nəfsinə qarşı, istər yaxın qohumuna qarşı, istər tanımadığı bir kimsəyə qarşı. Azğınlıq etmək, həddini aşmaq, nifrət, kin, küdrət, paxıl və s. bunları törətmək bir məna olaraqdan hər bir müsəlmana bir qadağandır. Bəli. Sonra bu ayədə deyir ki, Xətəməllahu Teala'l muharramatü sələtə bil-bəği. Allah Teala bundan əvvəlki 3 dənə haramların ardınca azğınlığı bizə 4-cü olaraqdan bildirdi.
li'azami xataril icrami. Çünki bunun cəriməsinin, təhlükəsinin böyük olduğundan dolayı Allah Teala bunu həmən ki o sadaladığı o haramlar içərisinə salmışdır. Və huve zənbullezî yu'accilu uqubatahu fid-dunya qabla'l-axirə və yemzaqu min mujtemi'at və yumazzaqu minel mujtemi'at. Bəği və yaxud da zülm odur ki, yəni buradakı məna zülmün və yaxud da buradakı azınlığın mənası odur ki, o elə bir günahdır ki, Allah Subhanahu və Taala axirətdən öncə bu dünyada onun cəzasını verən hər bir günaha bəği, azınlıq və yaxud da ki, təhlükəli günah deyilir. Və bu da bütün müsəlman, bütün cəmiyyəti bu söküb dağıtan, cırıb yırtan bir əməldir. Aydındır. Azınlıq törətmək. İleyke delalatu və əb'adu nəhy anil bəğyi fil ayə. Ayədə azınlıq, yəni zülm etməyin qadağan olmasının mənaları və ölçüləri, göstəriciləri bunlardır. Nədir onlar? Ma'nəl bəğyi lüğən və şər'an huvəl mücavədətul hadd vəl isti'la aləl xalq və təaddi aləl hüququl əxərin duna vəchi haqqin. Bəği həm lüğəti, həm şəri mənasında odur ki, Allah Teala'nın qoymuş olduğu o həddləri aşmağa, yəni hər bir Allah Teala'nın qoyduğu həddləri aşan günah o bəği, yəni azğınlıq adlandırılır. Aydındır. Bu da insanlar üzərində böyüklük taslamaq. İnsanlar üzərində özünü böyük görmək. Yəni özünü zalim adı altında verərəkdən insanlara tanıtmaq və yaxud da ki, başqalarının haqqını tapdalamaq. Bunlar hamısı azğınlığa və zülmə daxil olan günahlardır. Və bu günah da elə bir günahdır ki, Allah Subhanahu və Taala həmən günahların cəzasını axirətdən öncə cəza olaraqdan, cəriməli olaraqdan bu dünyada Allah Taala o cəzaları verilir. Aydındır. Zulmül fəcc. Zulmül fəcc odur ki, dediyimiz kimi, ayədə azınlığın, zülm etməyin qadağan olmasının mənalı və ölçüləri, yəni göstəricilər bunlardır. Onlardan birisi də budur ki, zulmül fəcc, açıq-aşkar zülm və yaxud da ki, hədsiz kobudluq. Açıq-aşkar və yaxud da həddən artıq kobud olmaq. Bu ayənin özünə daxil etdiyi mənalardan biridir. Ən yaral insan nəfsəhu fəvqən nizam və fəvqən nəs. İnsan özünü qoyulmuş nizamnamədən, nizamlardan və bütün insanlardan üstün görməsi. Mənəm mən deməsi, o mən demək sözü var. Bunlar ancaq o Firon kimi insanların, onların düşüncəsini daşıyan insanların, yəni zülmü özünə haqq bilən, zülmü özünə göstəriş və yaxud da gözəl bir libas bilən insanlardır. Aydındır. Onlar daima nizamın üzərində və yaxud da ki, insanların üzərində zalimkar, ağa, haqq yiyən, ədalətdən uzaq olan, kimi özlərini göstərməyə qələmə verən insanlardır. Allah Teala bunları qadağan edir. Bu açıq aydın olan zülmlərdir. Açıq aydın olan zülmlərdir ki, insanlar üzərində zülmünü bəyan edirsən, onlara əlamətlərini göstərirsən. Fəyəxudu mə leysə ləhu bi quvvətin əv hilətin. İki şeydən, əgər insan qüvvətlidirsə, güclüdürsə, mətanətlidirsə və güclüdürsə, səlahiyyət sahibidirsə, o daima əgər takvası yoxsa, o başqa kimsələrin mallarını ya zülümkarlıqla, ya qüvvətlə, güclə, ya da ki, hilələrlə onların malını özü üçün mənimsəyəcəkdir. Allah Teala bu sifətdə olmağı bu ayənin göstəriciləri ilə bizlərə qadağan edir. Bu əməldə olmaq, bu sifəti daşımaq bir müsəlman kimi və yaxud da ki, salamat fitrətə malik olan bir insan kimi bunlar qadağandır. Aydındır, bu əməllər qadağandır. Bunları etmək qadağandır. Heç bir kimsə kiməsə qarşı nə gücü var deyə, nə də ki, səlahiyyəti var deyə və yaxud da ki, hilə işlədərəkdən onun malını mənimsəmək qəti qadağandır. Bu həm dediyimiz kimi, həm dinə, İslama, Qurana, həm də ki, insanın içərisində olan salamat fitrətə nədir? Müxalifdir. Suvarun və əşkəlül bəğyi alən-nəs. İnsanlara qarşı olan zülmün formaları necədir? İrticavazu hududəllahi və irtikabul məasi vəl-əthar.
Yəni onlar misal üçün məsələn Allah Taala'nın qoymuş olduğu həddlər var da. Deyir ki, likulli məlik bir hədisdə deyir ya Peyğəmbərimiz sallallahu aleyhi ve sellem. Likulli məlikin hər bir məlikin qoyduğu həddlər vardır. Aydın, hər bir məlikin qoyduğu həddlər vardır. Bu mənim sahəmdə bura girə bilməsin və s. nizamnamə. Və Allah Subhanahu wa Taala qoyduğu hədlər onların günahlardır. Yəni kim o həddi aşarsa artıq Allaha qarşı isyan etmiş, artıq böyük bir günaha girmiş olacaq. Allah Taala bizləri həm özümüzə qarşı, həm də ki müsəlmanlara qarşı zülm etməkdən, haqq ədalətdən uzaq olmaq və əla-xüsusda ki Allah Taala'nın qoymuş olduğu o haram hüdudlarını aşmaq Allah Taala bizlərə qadağan edir. Eyb etmək, fərq etməz. Bu istər sənin tək olduğun vaxtda olsun və yaxud da ki insanların qarşısında olanda olsun. Amma əsl təqva sahibinin o haramları öz nəfsinə qadağan etməsi, bunun əsərinin möhtəşəmliyi özü günahlarla, yəni insanların gözündən təklikdə qaldıqda bilinir. Açıq aydın nə var ki? Yəni açıq aydın, yəni insanların yanında günahdan uzaq olmağa, haramlara baxmamağa, haram etməyə nə var ki? Amma əslində bu özü-özlüyündə bir marifətdir, bir təqva əlamətidir. Lakin baxırsan ki, insan birinci öz asi nəfsimə bu kimi əməllərdən uzaq olmağa, özümü islah etməyə və sizlər də Allah Taala'dan istəyirəm ki, islah etsin. Yəni açıq aydın insanlar içərisində kimlərinsə gözündə günahdan uzaq olmaq rahatdır. Amma ki, təkliyə düşdükdə, o ki təqvanın zəif olduğu bir məqama çatdınsa, artıq sənin gözündəki o Allah təqvası qaldırılır və səninlə günahlar arasında heç bir mani olmur. Günahları elə bir səni heç kimsə görməmiş kimi və heç bir günahdan heç kimin xəbəri olmamış kimi edirsən. Unutma ki, insanın etdiyi günahın həm özündə, həm də ki nəslində, əla-xüsusda ki övladlarında təsiri var. Övladım islah olmursa, övladım yaramazdırsa, övladım sözə qulaq asmırsa, bunların səbəblərdən birisi atanın, əla-xüsusda ki atanın islah olmaması, atanın günahlarının çox olması aydındır. Çünki o Kəhf surəsində bir ayədə Allah Teala deyir ki, o övladları Allah Teala onları himayə edir. Çünki deyir ki, orada onların valideynləri, ata-anası deyir, salih kimsələr idi. O salih ataların salih olması övladlarının gələcəyinə fayda verdi. Ataların islah olması, ataların təqva əhli olması, günahlardan uzaq olması, həqiqi müsəlman cildinə, libasına giymiş, müsəlman libasına giyinmiş bir kimsə Allah Taala'nın təqva əhli sayılır və bu kimsənin də gələcək nəsli Allaha ibadət edən, zülmlərdən uzaq olan bir kimsə olur. Əks halda, yəni uşağım pisdirsə, bu başda mənə, asi nəfsimə tövsiyə edim ki, özümü islah edim ki, hətta kimlərdənsə islahı gözləyim. Mən özüm islah deyiləmsə, əlbəttə ki, övladlarım islah olmur. Çünki bizlər bilmədən onlar bizlərə gizlində müşahidə edirlər. Aydındır. Çünki biz övlad olduqda, belədir, balacalar daima özlərdən böyüklərini özünə örnək götürməyə çalışırlar. Biz bir böyük kimsə gördükdə, bir şeyx gördükdə daima onun oturuşunu izləyirik də, amma hər adamın oturuşunu, duruşunu izləmirik. Düzdür? Övlad da həmçinin elədir. Sənin oturuşunu, duruşunu, sənin hərəkətlərini, danışıq formanı elə bir əks elətdirir o böyüyəndə. Aydındır. Allah Teala birinci məni, sonra da sizləri və bütün müsəlmanları islah etsin. Sonra, əl-bəği aləl-nəsi, insanlara qarşı olan zülm. Həmçin zülmün növlərindən biri ki, insanlara qarşı olan zülm, bil-zulmi və-darb və-şətm və-səlbil-ənval və-i'tədəl aləd-dimə və-ə'rad. Bunlar hamısı ona daxildir. İnsanlara qarşı azğınlıq, haqsızlıq etmək, zülm etmək, onları döymək, onları söymək, mallarını qəsb etmək, yəni mənimsəmək, mənimdir demək sənin malın. Sonra qanlarına və namuslarına, şərəflərinə təcavüz etmək.
Bunlar hamısı Allah Taala'nın ayədəki Allah Taala azğınlıq etməyi qadağan edir ayəsinin altında yatan mənalar və üzlərinə bu mənalar hamı ona daxil edir özünü. Və həm el-bagi siyasi və-ictimai xurujul fi'ati anil cemaati və isaratul fitan əv el-istiqlalil qawiyyi lid-da'if. Həmçində zulmün mənalarından, növlərindən oldu ki, siyasi və sosial azğınlıq. Qrupların cəmiyyətdən, vahid kütlədən, bir cəmaatdan ayrılması və fitnət fesad törətməsi. Yaxud güclünün zəif olanları istismar etməsi. Bunlar hamısı Allah Taala'nın bizlərə çəkinməsini buyurduğu məsələlərdən sayılır. El-xuturul bagi və aqibətu uqubətun muaccələ. Zalim, zulümkarlığın, azğınlıq etməyin cəzası bu dünyada verilir. Onun cəzası bu dünyada verilir. El-cəza'ud dünyevi lil-bagi sari'ul mahtum. Liqavli Nebi sallallahu aleyhi ve sellem. Allah Teala Peygamber sallallahu aleyhi ve sellemin bu sözüne istinaden deyilir ki azgınlık eden bir kimsenin cezası bu dünyada tezleştirirler. Der ki Peygamberimiz sallallahu aleyhi ve sellem ma min zenbin ecdara en yu'accilallahu li sahibihi l'uqubete fid dunya ma'a ma yeddekhiru lehu fil ahiret fil bagyi ve qati'atir rahim. Ve hemçinde bu ayede hem bizim bu mevzumuza hem de ki mevzunun ikinci meselesine daha ait olan meseledir. Uca Allah ahirete sakladığı ceza ile yanaşı, Allah Teala'nın ahirete sakladığı ceza ile yanaşı, dünyada da sahibine cezasını en tez verdiği günahlar azgınlık, yani zulüm ve qohumluq əlaqələrini kəsməkdir. Bir de okuyum. Uca Allah'ın ahirete sakladığı ceza ile yanaşı dünyada da sahibine cezasını en tez verdiği günahlar azgınlık, yani zulüm ve qohumluq əlaqələrini kəsməkdir. Allah Teala hem zulmü hem de qohumluq əlaqələr kəsən bu iki günahı hem bu dünyada cezasını verir hem de ahirete onu saklayır. Aydındır. Sonra inqilabu sihr alə's-sahir. Aqibetul bagi ta'udu daimen bil vebali ala sahibihi. Mustaqan li kavlihi Teala ya eyyuhen nasu innema bagyukum ala enfusikum. Sehrin sehirbaza karşı çevrilmesi. Yani sehir eden, yani sehirbaza karşı çevrilmesi. Necə? Yani bir tane söz var diye özü qazdığı quyuya axırda özü düşer. Sehrin sehirbaza çevrilmesi, yani özü qazdığı quyuya özünün düşmesi. Azgınlıq, yani zulüm aqibəti her zaman sahibine felaket ve bəla olaraktan geri döner. Azgınlığın cezası həmişə sahibine felaket ve bəla olaraktan geri döner. Yani özü qazdığı quyuya, yani kiməsə zülm etmək istəyirdi, sonunda baxırsan ki ya özüne gəlir o zulüm, ya da ki öz yaxınlarından kiməsə. Bu uca Allah'ın bu kelamını, yani bunu uca Allah'ın bu kelamı təsdiqləyir. Ey insanlar, etdiyiniz azgınlıq, yani zulüm yalnız öz əleyhinizədir. Yani sen ne zulm edirsən et, ya Allah Teala bugün bu dünyada sana onu verecek ve yaxud da ki sonda o zulme sen maruz qalacaqsan. Bunun üçün də ağıllı bir kimsə, ağıllı bir müsəlman, salam fitrətə və sağlam əqidəyə sahib bir kimsə Allah Taala'nın bu ayəsini dinləməli və onu həyatında yaşatmalıdır. Aydındır. Sonra demarud dawal vel mujtamaat, el-zulm vel-bagi yerfa'anil amana ve yazra'anil ahqada ve yu'addayani ila suqutul hadarati ve duval. Dövlətlərin və cəmiyyətlərin məhvinə sahib gətirib çıxartır cəmiyyətdə insanlar arasında bu bəğyin, yəni haqsızlığın, zülmün yayılması. Zülm və azğınlıq təhlükəsizliyi aradan qaldırır. Əgər zülm varsa, azğınlıq varsa, təhlükəsizlik aradan qalxar. Əmin-amanlıq olmaz. Bərqərarlıq olmaz. Heç kimsə nə özündən, nə malından, nə ailəsindən
əmniyyətdə olmaz. Əgər bir dövlətdə, bir cəmiyyətdə zülm, azlıq artarsa, Allah qorusun bu fəlakətlərlə üzləşmək qaçılmazdır. Aydındır. Həmçinin nifrət və düşmənçilik toxumları səpilər. Əgər zülm, azınlıq varsa. Və həmçinin sivilizasiya və dövlətlərin süqutuna səbəb olar. Əgər bir dövlətdə, bir cəmiyyətdə azğınlıq baş alıb gedərsə, cəmiyyət sonunda süquta, düşməyə və həlaka səbəb olar. Allah subhanahu wa ta'ala bizləri ayədən fayda çıxartmağa Allah nəsib etsin. Sonra Allah Teala ayənin axırında deyir ki: "Ya'idukum la'allakum tədəkkərun." Bu şeyləri Allah Teala sayır: ədalətli olmağı, yaxşılıq etməyi, qohum əqraba haqlarına qorumağı. Allah Teala bizlərə iyrənc, murdar əməllərdən və xoşagəlməz münkər əməllərdən və azğınlıq törətməkdən Allah Teala bizləri çəkindirir. İlk 3 şey Allah Teala bizə əmr edir, sonraki qadağan edir və sonra odur ki, o sizə öyüd nəsihət verir ki, bəlkə düşünüb ibrət alasınız. Bunlar hamısı fərz elə Allah Teala'dan öz qullarına, öz məxluqatına qarşı bir öyüd nəsihətdir. Aydın, fərz elə səni bir kimsə çağırıb, öyüd nəsihət deyir. Ey oğul, məsələn, atanın oğlunu nəsihət etmə. Məsələn, bu ən gözəl misal biləcək da. Azınlıq törətmə, ədalətdən yayınma, insanlara yaxşılıqdır və s. və s. O oğul daima istəyir ki, Allah atanın dediyini yerinə yetirmə. Amma ki biz baxsaq ki, bu nəsihəti bizə kim verir? Aləmləri Rəbbi olan Allah subhanahu wa ta'ala. Allah Teala bizlərə eşit faydalarından etsin. Və sallallahu ala nəbiyyina Muhammed və ala alihi və sahbihi və səlləm.